Həftəmizin cümə günüdür. Bugün aprelin 25-idir. Sabahınız xeyirli olsun. Sizinlə mənəm Samirə və sağlam təhsildəsiz dostlar. Bu adi bir veriliş deyil. Bu təhsilin macəra dolu bir dünyasıdır. Hardasa bu kitabların arasında gizlənmiş sirlər açılır burada. Qaranlıqda qalan mövzulara aydınlıq gətiririk. Əslində bəzən tez-tez danışmaq istədiyimiz mövzulara belə deyək, mövzulara keçid eləyəndə nədənsə ehtiyat eləyirik. Birdən kimdəsə başqa bir fikirlər yaranar. Kimsə həqiqətən məsələn sağlam qidalanmadan bugün danışacağıq. Ola bilər o insanlar var ki, indi sizin aranızda əziz dinləyicilərimiz, məsələn, sağlam qidalanmaya əslində keçid etmək istəyirlər. Sadəcə onlarda bir iradə çatışmır. İndi mən birazdan öyrənəcəm bunu qonağımızdan, görə nə lazımdır sağlam qidalanmağa başlamaq üçün. İki qonağımız var studiyamızda. Bugün qeyd etdiyimiz kimi iki mövzuya toxunacağıq. Sağlam qidalanma, bir də mediasiya ilə bağlı danışacağıq. Nədir mediasiya? Mediasiyada mediator həmişə haqlı mı olur? Buna toxunacağıq. Mediasiya sadəcə ailə münasibətlərini həll eləyir, bu işə baxır, yoxsa necə? İki qonaq demişkən, gəlin elə tanış eləyim. Mediasiya Şurasının üzvü, 19 sayılı Mediasiya Təşkilatının direktoru, ixtisasca hüquqşünas əlbəttə ki və mediator Mehri Rızayeva. Sabahınız xeyirli olsun Mehri xanım. Sabahınız xeyir Samirə xanım. Mən də sizi və dinləyicilərimizi salamlayıram. Təşəkkür edirik və bugün qida təhlükəsizliyi hərəkatının rəhbəri, həm də Azərbaycanın deyərdim ki, ilk sağlam qidalanma mütəxəssisi Məhsəti xanım Hüseynova da bizimlə bərabərdir. Nə xoş ki, sizi də gördük. Məhsəti xanım, xoş gəlmisiniz. Salam, xoş gördük. Bu sözün altından xətt çəkəcəm. Azərbaycanın ilk sağlam qidalanma mütəxəssisi. Sizi yaxından tanımaq istəyirik. Başlayaq sizdən Mehri xanım. Mehri xanım kimdir? Təşəkkür edirəm. Mən qeyd etdiyiniz kimi Mediasiya Şurasının üzvüyəm. Eyni zamanda da 19 sayılı Mediasiya Təşkilatının direktoruyam və hüquqşünas mediatoram. Neçə ildir bu sahədəsiz? Artıq hüquqşünas olaraq 15 ildən artıq təcrübəyə malikəm. Mediator olaraq artıq 2-ci ildir ki, bu sahədəyəm və vətəndaşlarımıza yüksək səviyyədə xidmətlər göstərməyə, onların mübahisələrini doğru düzgün şəkildə həll etmələrinə kömək etməyə çalışıram. Allah. Siz Məhsəti xanım artıq neçə ildir bu sahədəsiz? Mən də demək olar ki, artıq 10 ildən artıqdır ki, qida təhlükəsizliyi hərəkatını quraraq rəsmi şəkildə bu sahədə fəaliyyət göstərirəm. Amma Azərbaycanın ilk sağlam qidalanma mütəxəssisi olaraq isə 2008-ci ildən fəaliyyət göstərirəm ki, burada da bunun önəmini altından xətt çəkdiyiniz məqamı da mən də bir qeyd etmək istəyərəm. Buyurun. Ümumiyyətlə, bir çox müsahibələrimdə də bunu qeyd edirəm. Mən 6 təhsil almışam, 7-cidə də oxuyuram. Burada əsas necə ki, sağlam təhsildən danışırıq. Bütün işlərdə təhsil önəmlidir. Çox fərqli bir sahədə çalışırdım. Qanunvericilik sahəsində və dilləri də peşəkar şəkildə yiyələnmişdim, həm fərqlənməklə bitirmişdim. Ancaq ana olduqdan sonra düşünürdüm ki, hər kəs qidalanmanın necə olduğunu, sağlam qidalanmanın nə olduğunu bilir və bu sadəcə bir seçim ola bilər. Ancaq müşahidələrimə əsasən gördüm ki, bu heç də belə deyil. Və daha çox insanlar son illərdə, müasir dövrlərdə yaranan qidaların dırnaqarası deyəcəm, qida olduğundan, olmadığından xəbəri yoxdur. Və belə olan halda bizdə var idi dietoloq və yaxud da hər hansı bir həkimliyin fərqli sahələrini bitirmiş insanlar var idi, endokrinoloq var idi. Bunlar da müəyyən bir xəstəlikləri olanlara diyet, pəhriz yazırdı. Nutrisioloq. Bəli, nutrisioloq var idi, amma sırf sağlam olarkən necə qidalanmaq lazım idi? Bununla bağlı bir araşdırma elədim və başqa ölkədə bunun təhsili olduğunu öyrəndim. Orada bu təhsili aldıqdan sonra gəldim artıq müəyyən fəaliyyətdən sonra araşdırdım ki, həqiqətən də Azərbaycan olaraq ilk sırf sağlam qidalanma mütəxəssisi olaraq bu sənətə yiyələndim və ad soyad olaraq da artıq deyərdim ki, patent olaraq da alınıb və rəsmi təsdiqlənib. Və bununla da qürur duyuram. Çünki bir Azərbaycan qadınının gələcəyimizi qorumaq üçün sağlam olarkən necə qidalanması və yetişdirdiyi övladları